Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bugündən etibarən Bakı Kart kartlarının satış qiyməti artırılıb. Xəbər verilir ki, Bakı Kartın yaydığı məlumata görə yeni tarifə əsasən kartın satış qiyməti 2 manatdan 3 manata qaldırılıb. Bildirilib ki, Bakı Kart kartları 2015-ci ildən sərnişinlərin istifadəsinə verilib və ötən 11 il ərzində kartın satış qiyməti dəyişdirilməyib. Məlumata görə kart istehsalı, texniki xidmət, logistika və infrastruktur xərclərində baş verən artımlar nəzərə alınaraq qiymətə yenidən baxılıb. Qeyd olunub ki, son illərdə ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanları əhəmiyyətli dərəcədə genişləndirilib. Hazırda sərnişinlər Bakı Kartla yanaşı NFC texnologiyası vasitəsilə bank kartları, mobil telefonlar və digər ağıllı cihazlar, eləcə də QR kod vasitəsilə ödəniş edə bilərlər. Bakı Kart vurğulayıb ki, dəyişiklik yalnız yeni alınan kartların satış qiymətinə aiddir. Kartların balansında və ictimai nəqliyyatda tətbiq olunan gediş haqqlarında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.